Salam hörmətli müəllimlər. Maarifləndirici videolarımızın növbəti buraxılışı ilə qarşınızdayıq. Təranə Orucovanın təqdimatında fizika fənni üzrə Ümumdünya Cazibə Qanunu, eyni zamanda ağırlıq qüvvəsinin təsiri altında hərəkət mövzularına dair test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Təranə xanım. Salam, xoş gördük. Təranə xanım, yaxın zamanlarda RT.edu.az saytında təhsil verənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsi yayımlanmışdı və orada fizika fənninə dair müəllimlər artıq mövzularla tanış olublar. Ümumi sizin təqdimatınıza ehtiyac var. Fizika fənni üzrə neçə məzmun sahəsi var və hər məzmun sahəsinə görə neçə sual təqdim olunması nəzərdə tutulub? Fizika fənni üzrə 3 məzmun sahəsi nəzərdə tutulub və deməli, birinci məzmun sahəsi üzrə 20, ikinci məzmun sahəsi üzrə 15, üçüncü üzrə 15. Məzmun sahələri deməli, fiziki hadisələr, qanun və qanuna uyğunluqlar. Bu məzmun sahəsi üzrə 20 sual olacaq. İkinci məzmun sahəsi maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər 15 sual olacaq və eksperimental fizika və müasir həyat məzmun sahəsi üzrə 15 sual təqdim olunacaq müəllimlərimizə. Təşəkkür edirik ətraflı izahınıza görə. İndi isə gəlin test tapşırıqlarının izahına keçək. Tamam. Deməli, bugün biz müəllimlərimiz üçün istədik toxunaq Ümumdünya Cazibə Qanunu və ağırlıq qüvvəsinin təsiri altında hərəkət mövzusuna. Düşünürəm ki, bu mövzu üzrə ətraflı izaha ehtiyac var və gəlin başlayaq. Deməli, ilk olaraq biz Ümumdünya Cazibə Qanunu haqqında bir məsələyə baxacağıq. Deməli, aralarındakı məsafə R olan M1 və M2 kütləli iki göy cismi bir-birinə modulu F olan qüvvə ilə qarşılıqlı təsir edir. Bu iki cism arasındakı məsafə 2 dəfə artarsa, onlar arasındakı cazibə qüvvəsinin modulu neçə F olar? Və gəlin həllinə baxaq. Deməli, biz bunu vizuallaşdırsaq, belə görərik ki, şəklimiz bu formada olur və biz Ümumdünya Cazibə qüvvəsini yazırıq. F bərabərdir J, M1 vur M2 böl R kvadrat və biz buradan görürük ki, qüvvə və məsafə kvadratik tərs asılıdır qüvvə məsafədən. Biz bunu bu şəkildə birbaşa mütənasiblikdən də cavab ala bilərik və ya bildiyimiz qayda üzrə deməli, F2 ikinci halını götürsək ki, məsafə 2 dəfə artıb. Deməli, F1 birinci halıdır. Nisbətdən, deməli, biz yazarıq. Deməli, R2-nin yerinə yazırıq 2R, R1-in yerinə yazırıq R və görürük ki, nisbət 4:1-ə bərabərdir və buradan nəticə çıxarırıq ki, F2 bərabərdir, F bölünsün 4. Yəni, 4 dəfə azalar. İkinci test tapşırığımız bir qədər orta çətinliyə malik test tapşırığıdır. Bir-birinə toxunan R radiuslu iki polad kürə arasındakı cazibə qüvvəsi F-dir. Hər birinin radiusu 2R olan polad kürələr bir-birinə toxunduqda onlar arasında cazibə qüvvəsi nə qədər olar? Biz vizuallaşdırsaq bu məsələni görərik bu şəkildə və buradan görürük ki, bu cisimlər arasındakı məsafə 2R qədərdir. İkinci halda isə deməli biz kürənin radiusunu 2 dəfə artırdıq. Bu deməkdir ki, onlar arasında məsafə bu dəfə 4R olacaq. Deməli, bizim məsələdə kürədən danışdığımız üçün biz kürənin kütləsini, həcmini nəzərə alaraq M bərabərdir 4pi rho R kubu bölünsün 3 kimi verəcəyik. Deməli, qüvvəni yazsaq F1 bərabərdir M1 vur M2 bölünsün R kvadrat və biz hər bir kütlə üçün deməli, radiusunun ifadə olunmuş düsturu yazırıq. Məsafəni deməli, birinci hal üçün 2R və 2R'in kvadratı olacaq 4R kvadrat və buradan F1 üçün 9'da 4 J pi rho R üstü 4 alırıq. Əslində biz buradan da nəticəyə gələ bilərik. Bayaqki məsələmizdə olduğu kimi qüvvə ilə bu dəfə kürənin radiusunun 4-cü dərəcədən mütənasib olduğunu görüb cavaba buradan da gələ bilərik və ya
Eyni şəkildə F2-ni yazırıq və nisbətlərini tapanda görürük ki, bunu alt-alta bölə bilərik və ixtisarlarımızı apardıqdan sonra görürük ki, F2-nin F1-ə nisbəti 64-ün 4-ə nisbəti, yəni F2 16 F-ə bərabərdir. Deməli, doğru cavabımız 16 F-dir. İndi isə biz ümumdünya cazibə qüvvəsi düşünürük ki, bu qədər artıq müəllimlərimizə ipucu yetərli olar. Yəni bu məsələnin fərqli formalarda yenə kütlə, məsafə dəyişməklə biz bunu davam elətdirə bilərik. Və artıq mən istəyirəm ki, keçək ağırlıq qüvvəsinin təsiri altında hərəkətə. Ağırlıq qüvvəsinin təsiri altında hərəkətə aid ilk məsələmizi deməzdən əvvəl bir balaca istəyirəm bu barədə məlumat verim ki, ağırlıq qüvvəsinin təsiri altında hərəkət deyəndə biz nələri nəzərdə tutacağıq? Birinci, deməli, biz ağırlıq qüvvəsinin təsiri altında hərəkət dedikdə cismin sərbəst düşməsi, cismin müəyyən başlanğıc sürətlə şaquli aşağı atılması, cismin müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılması. Yəni biz də növbəti məsələlərimizdə məhz bu alt başlıqlar üzrə müəyyən nümunə məsələlərə baxacağıq. Həm asan, həm orta, həm də çətin tipli tapşırıqlar var burada. Deməli, bizim ilk məsələmiz sərbəst düşməyə aiddir və biz görürük ki, cisim 125 metr yüksəklikdən sərbəst buraxılır. Bu cismin yerə düşmə müddətini və 3 saniyə sonraki sürətini hesablamamızı istəyir və burada diqqətli olmalıyıq, bizdən 2 sualın cavabını istəyir. Həm yerə düşmə müddətini, həm də 3 saniyə sonraki sürətini istəyir və biz bunu da vizuallaşdırsaq görürük ki, sərbəst düşmək üçün ən önəmli bizim diqqət edəcəyimiz məqam başlanğıc sürətin 0 olmasıdır. Və başlanğıc sürətin 0 olduğunu qəbul etdikdən sonra biz artıq rahat şəkildə sərbəst düşmək üçün hündürlüyün düsturunu h bərabərdir gt kvadrat bölünsün 2 yazaraq buradan deməli düşmə müddətini, yəni t-ni hesablaya bilərik və hesablama nəticəsində görürük ki, zaman 5 saniyədir. Yəni bu cisim 5 saniyə sonra düşüb tamamlamış olacaq hərəkətini. Sürətinə gəldikdə bizdən 3 saniyə sonra deməli sürətini istəyir və V bərabərdir gt, yenə də başlanğıc sürətin 0 olduğunu nəzərə alırıq və 3 saniyə sonra sürəti 30 metr bölünsün saniyə alarıq və deməli doğru cavabımız zaman üçün 5 saniyə və sürət üçün isə 30 metr bölünsün saniyədir. Deməli, növbəti məsələmiz şaquli yuxarı atılmış cisim üçündür. Cisim yerdən şaquli yuxarı istiqamətdə 40 metr saniyə sürətlə atılır. Cisim hansı maksimal hündürlüyə qalxar və gəlin baxaq. Deməli, biz vizual olaraq bunu belə təsəvvür edə bilərik ki, bizim cisimimizi yuxarı atdıqda mütləq şəkildə bu cisim geri qayıtmalıdır. Və deməli, bu hansısa bir nöqtədə bir maksimal hündürlüyə çatır, həmin hündürlükdə bir anlıq dayanır və yenidən aşağıya doğru hərəkət edir. Və biz yuxarı hərəkət zamanı deməli bizim son sürətimiz 0 olacaq. Maksimal hündürlüyə çatanda biz artıq maksimal hündürlüyün düsturundan istifadə edərək başlanğıc sürət v0 kvadratı bölünsün 2j və buradan bizə həm başlanğıc sürət verilib, həm j-nin qiyməti verilib və biz yerinə qoyaraq maksimal qalxma hündürlüyünü hesablaya bilərik. Bu da sadə tipli test tapşırığı hesab olunur. Növbəti məsələmiz bir öncəki məsələmizə oxşardır və burada bizdən nə istəyir? Deməli, yenə də cisim yerdən şaquli yuxarı istiqamətdə 40 metr saniyə sürətlə atılıb. Cisim atılandan 5 saniyə sonra yerdən hansı yüksəklikdə olduğunu soruşur. Bir öncəki məsələdə bizdən hansı maksimal hündürlüyə qalxdığını soruşurdu. İndi isə bizdən soruşur ki, 5 saniyə sonra hansı hündürlükdə olar? Bunun üçün biz yenə də bayaqki şəklimizə baxa bilərik və bu test tapşırığı üçün biz yenə də müxtəlif üsullar istifadə edə bilərik. Yəni tək bir üsul ancaq bununla olmalıdır deyil.
fərqli müəllimlərimiz özlərinə görə uyğun bir metodu seçib onunla icra eləyə bilərlər. Deməli, mən ilk olaraq belə bir versiyanı təklif eləmişəm ki, birinci mən bu cismin maksimal qalxma hündürlüyü üçün nə qədər vaxt sərf eləyib, maksimal qalxana qədər bunu tapmışam. Deməli, yenə də maksimal hündürlükdə son sürət 0-dır və mən buradan qalxma müddətini V0 bölünsün J ilə hesablamışam və 4 saniyə tapmışam. Deməli, mənə ümumi 5 saniyə vermişdi və mən 5 saniyənin 4 saniyəsində cismin yuxarı qalxdığını təyin elədim. Deməli, bu cisim 1 saniyə müddətində də aşağıya doğru hərəkət edəcək. Və bayaqki məsələdə mən artıq maksimal qalxma hündürlüyünü hesablamışdım, amma müəllimlərimiz üçün bu test tapşırığı tək olanda onlar yenidən maksimal qalxma hündürlüyünü hesablayacaqlar və sonraki etapda isə həmin o 1 saniyə müddətində nə qədər düşüb, nə qədər məsafə qət edib onu tapacağam və yerdən olan yüksəkliyini hesablayacağım üçün deməli mənə delta H lazımdır ki, maksimal qalxma hündürlüyündən həmin o 5 metri çıxıram və tapıram ki, yerdən 75 metr yüksəklikdədir. Bu, mənim təklif elədiyim birinci üsul və ya ola bilər ki, müəllimlərimizdən kimsə bu üsulu daha uzun hesab edir. Bilirik ki, imtahan vaxtlandır və vaxta qənaət üçün. İkinci bir halda isə birbaşa hündürlük üçün düsturu tətbiq edirik. Şaquli yuxarı atılmış cisim bərabər yavaşlayan hərəkət edir və onun tənliyi V0 T minus JT kvadrat böl 2-dir və birbaşa ümumi hərəkətə 5 saniyə vaxt sərf olunduğu üçün müəllimlər V0-ın yerinə 40 metr saniyə, zamanın yerinə 5 saniyə qoyub birbaşa həmin 75 metri də tapa bilərlər. Deməli, cavabımız 75 metrdir. Növbəti bir sual qrafik tipli sualdır və imtahanda müəllimlərimizə qrafik tipli sualda düşəcəyi üçün mən istədim ki, buna da toxunaq. Deməli, aşağıda verilən qrafiklərdən hansı şaquli yuxarı atılmış cismin sürətinin modulunun zamandan asıllıq qrafikini ifadə edir deyə bir sual verilib. Burada modul sözü bizim üçün əsas açar sözdür. Deməli, biz ayrı-ayrı qrafiklərə baxıb analiz eləyə bilərik. Görürük ki, birinci hissədə, A variantındakı qrafikdə sürət sabitdir və biz bilirik ki, şaquli yuxarı atılmış cisim hərəkətinin müəyyən hissəsini bərabər yavaşlayan, maksimal hündürlüyə çatandan sonra isə aşağıya doğru hərəkəti bərabər yeniləşəndir. Yəni, bu bir təcilli hərəkətdir. Təcilli hərəkətdə sürət öz qiymətini dəyişməlidir. Demək ki, A variantı bizim üçün uyğun bir variant deyil. İkinci B variantına baxanda görürük ki, deməli, birinci hissədə sürət artıb. Bu o deməkdir ki, cisim yuxarıya doğru yeniləşən hərəkət edib. Amma biz biraz öncə dedik ki, yuxarıya hərəkət bərabər yavaşlayandır. Deməli, sürət öz qiyməti azalmalıdır və ona görə B variantı da birinci hissədən artıq bizim üçün yanlış cavab hesab olunacaq. C variantına baxaq. Deməli, C variantında görürük ki, birinci qrafikin birinci hissəsində sürətin qiyməti azalıb. Bəli, bu artıq deməkdir ki, yavaşlayan hərəkət edib. İkinci hissəsinə baxanda görürük ki, ikinci hissədə yeniləşən hərəkət edib və sürət artıb. Artıq biz doğru cavabımızı tapmış oluruq. Yenə də biz digər iki varianta da baxaq. Deməli, D variantında baxırıq ki, bütün hərəkət boyu sürət artıb. Bizdə isə sürət əvvəlcə azalmalıdır, sonra artmalıdır. Ona görə yanlış cavabdır və Y variantında isə bütün hərəkət boyu sürət azalıb. Amma biz biraz öncə dediyimiz kimi hərəkət maksimal qalxma hündürlüyünə qədər sürət azalır. Maksimal qalxma hündürlüyünə çatandan sonra isə aşağıya doğru yeniləşən hərəkət elədiyi üçün artıq sürət qiymətini artırmalıdır. Deməli, doğru cavabımız olacaq C variantı. Deməli, keçək növbəti sualımıza. Cisim H hündürlüyündən 30 metr saniyə başlanan sürətlə şaquli yuxarı atılmışdır. 7 saniyə sonra yerə dəyir və bizdən
H hündürlüyünü soruşur ki, cisim hansı hündürlükdən düşür. Deməli, baxırıq şəkildə də gördüyümüz kimi cisim 30 metr/saniyə başlanğıc sürətlə atılıb. Biz yenə də bu məsələyə iki metodla baxa bilərik. Həm koordinat üsulu ilə, həm də düsturlarla biz bunu həll edə bilərik. Deməli, birinci olaraq belə baxa bilərik məsələyə ki, bizim bu cismi yuxarı atdığımız üçün bu cisim maksimal qalxma hündürlüyünə çatanda yenidən dayanıb və aşağıya doğru yeniləşən hərəkət edəcək. Ona görə birinci təyin edə bilərik ki, həmin bu cisim maksimal qalxma hündürlüyünə çatana qədər nə qədər müddət keçəcək zaman. Və bunu təyin edirik 3 saniyə və biz bilirik ki, qalxma müddəti ilə düşmə müddəti bir-birinə bərabərdir. Hansı ki, eyni bir hündürlüyə gəlib çatmalıdır. Və biz görürük ki, cisim atıldığı hündürlüyə qədər 3 saniyə vaxt sərf edib maksimal qalxma hündürlüyünə qədər və 3 saniyədə həmin hündürlüyə düşməyə qədər vaxt sərf edib. Və bizim ümumi zamanımız 7 saniyə olduğu üçün biz 7 saniyədən həmin bu 3 üstəgəl 3, yəni 6 saniyəni çıxıb 1 saniyə deməli bizim bu cisim artıq yerə doğru hərəkətini icra edir. Bizim şəkildə binanın hündürlüyü qədər məsafəni 1 saniyədə qət edəcək. Deməli, H üçün yazırıq V0T artıq deməli binanın o hündür hissəsinin cisim çıxdığı yerə çatanda 30 metr/saniyə yenidən başlanğıc sürət alır və V0T plus GT kvadrat böl 2 düsturu ilə biz hündürlüyü hesablaya bilərik. Zaman olaraq isə 1 saniyə götürəcəyik. Çünki bizim həmin o nöqtəyə çatandan sonra aşağıya qədər cisim 1 saniyə vaxt sərf edib. İkinci bir üsul olaraq isə koordinat üsulu ilə birbaşa deməli həmin bu sistemi bir X və Y koordinat oxları şəklində göstərib başlanğıc koordinat olaraq cismin atıldığı hündürlüyü götürəcəyik və deməli V0 başlanğıc sürətimiz var 30 metr/saniyə. Bu dəfə biz ümumi tənliyi yazdığımız üçün ümumi 7 saniyə zamanı istifadə edəcəyik və buradan da 35 metr hündürlüyü tapmış oluruq. Deməli cavabımız 35 metrdir. Deməli, növbəti bir sualımızda isə bizdən cisim 30 metr/saniyə sürətlə şaqül yuxarı atılmışdır. Nə qədər müddətdən sonra 45 metr hündürlükdə olacağını soruşur və bu məsələ üçün biz hündürlüyün düsturunu yaza bilərik. Yuxarı atılmış cisim bərabər yavaşlayan hərəkət edəcək və deməli biz hündürlük üçün 45 metr, başlanğıc sürətimiz var 30 və J-nin qiyməti var 10. Biz buradan bir kvadrat tənlik alırıq. Kvadrat tənliyimizi sadələşdirib t kvadrat minus 6t plus 9 bərabərdir 0 şəklinə gətiririk. Bu hissədən sonra yenə də müəllimlərimiz istədiyi üsulla tənliyini davam elətdirə bilər. Artıq bilirik ki, kvadrat tənliyi üçün diskriminant hesablanmalıdır və tənliyin kökləri tapılmalıdır. Mən isə tənliyə baxanda görürəm ki, bu a kvadrat minus 2ab plus b kvadrat müxtəsər vurma düsturuna bənzəyir və mən t minus 3-ün bağlanmış kvadratı kimi eləmişəm, amma müəllimlərimiz istəsə bunun diskriminantını hesablayar. Diskriminantı bu tənlik üçün 0 eləyəcək və bu deməkdir ki, tənliyimizin yalnız bir kökü var və buradan da elə biz təyin edirik ki, tənliyimizin kökü deməli 3 saniyədir və deməli cavabımız 3 saniyədir. Təşəkkür edirik. Deməli, bugünlük bu mövzu ilə bağlı mənim həmkarlarıma deyəcəyim bu qədər və ümid edirəm ki, həmkarlarıma bir faydası toxunacaq. Sertifikasiya imtahanında hamıya uğurlar arzulayıram. Bu qədər.
Təşəkkür edirik Təranə xanım. Xüsusi təşəkkürümüzü ona görə bildiririk ki, siz məsələlərin izahında bir deyil, bir neçə üsulu təqdim elədiniz. Təbii ki, müəllimlər hansı üsul daha onlar üçün faydalıdır və daha yaxşıdırsa, daha rahatdırsa onu seçib istifadə edə biləcəklər. Təşəkkürümüzü bildiririk. Mən təşəkkür edirəm. Hörmətli müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.